Kütləvi informasiya vasitələrinə Dövlət Dəstəyi Fondu Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini mükafatlandırdı. Bildirildi ki, Prezident İlham Əliyev 2009-cu ilin aprel ayının 3-də Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında fərman imzaladı. Dövlət başçısının fərmanına əsasən hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən, kütləvi informasiya vasitələrinin dövlət dəstəyi məqsədi ilə müvafiq vəsait nəzərdə tutulur. Qeyd olunub ki, fondun əsas fəaliyyəti mətbuat orqanlarını müxtəlif siyasi idarələrin asılılığından azad edərək mətbuatın ifrat siyasiləşməsinin qarşısını almaqdır. Daha sonra müsabiqənin 10 istiqamət üzrə keçirildiyini xatırladan fondun icraçı direktoru Vüqar Səfərli dedi ki, fonda ümumilikdə 94 yazı təqdim edilib. Həmin yazıların 8-i informasiya agentliklərindən, 12-si regionlar, 74-ü isə respublika üzrə yayımlanan qəzetlərin əməkdaşları tərəfindən təqdim olunub. Vüqar Səfərli yazıların 9-unun ekspert tərəfindən qiymətləndirildiyini bildirərək nəticələrin müşahidə şurasının müzakirəsinə təqdim edildiyini qonaqların diqqətinə çatdırdı. Azərbaycan Prezidenti Administrasiyasının İctimai Siyasi Məsələlər Şöbəsi müdiri Əli Həsənov isə çıxış edərək kütləvi informasiya vasitələri inkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqənin Azərbaycan jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına şərait yaratdığını, onların yaradıcılıq fəaliyyətinə verilmiş qiymət olduğunu dedi. Bunun özü mühüm bir amildir. Azərbaycan jurnalistlərinin bir araya gəlməsi, ünsiyyətə girməsi, bayram tədbirlərini bir yerdə keçirmələri, həmin tədbir üçün hazırlanmış, keçirilmiş müsabiqənin qaliblərini birlikdə təbrik etmələri həm jurnalistikamıza müəyyən əhval-ruhiyyə gətirir, qalibləri sevincini digər jurnalist yoldaşları bölüşür. Digər tərəfdən jurnalistikanın ən yaxşı nümunələrinin, ən yaxşı nümayəndələrinin mükafatlandırılması prosesini görərək digər jurnalistlər də deməli, yeni yaradıcılıqlara ruhlanırlar. Daha sonra kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb. Fikir, söz və məlumat azadlığının pluralizmin inkişaf etdirilməsi istiqamətində Palitra, Deyaz İnformasiya Agentliyi, Yeni Gün qəzeti, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqamətinin yazıya görə Səs qəzeti, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi üzrə Səs İnformasiya Agentliyi icraçı direktoru Vəli Vəliyev və digərləri kütləvi informasiya vasitələrinin diplomuna və 1000 manat məbləğində pul mükafatına layiq görülüblər. Sonda tədbir bayram adəti üzrə yumurta döyüşdürmə və bayram konserti ilə davam etdirilib. Ceyhun Eybov, Rüfət Əlzadə, Səs TV.